Salam hörmətli tələbələr, bu videoda 2026-cı il 11 yanvar tarixində Master Alfa Tədris Mərkəzinin təşkil etdiyi ümumi sınaq imtahanında ingilis dili fənni üzrə istifadə olunmuş test tapşırıqlarının izahını sizinlə paylaşacağım. Gəlin ilk növbədə dinləmə mətninə, dialoqa qulaq asaq, daha sonra dialoqla bağlı təqdim olunmuş 1-5 nömrəli test tapşırıqlarının izahına keçid alaq. Hey, Nazrin. Are you really going to play in the Master Alpha football tournament this Sunday? I thought you'd be in the library. I definitely am. To be honest, I think a break is exactly what we need before the master's degree entrance exam next month. I'm not so sure about that. We only have 5 weeks left. Every hour counts when you're memorizing new words. I see your point, but sitting in a chair for 10 hours straight isn't productive. If I were you, I'd sign up. Exercise actually helps your brain process information better. Oh, really? I always thought it just made you tired. I can't afford to be exhausted for Sunday's practice test. Actually, it's the opposite. A quick match will give you a brain reset. Plus, the whole Master Alpha team is going, even the English teachers. That sounds like a great idea, but I haven't played football in years. I'll probably be the worst player on the pitch. Don't worry about that. It's a mini league, so it's more about networking and having fun than being a professional athlete. Why don't you just play for 30 minutes? I suppose you're right. It might be nice to talk to the instructors in a relaxed setting, instead of only asking them about grammar rules. Exactly. In my opinion, meeting other students will also help reduce your exam stress. We can form a team called the Grammarians. The Grammarians. I love that idea. All right, count me in. How do I register? Just sign the list on the Master Alpha notice board by tomorrow afternoon. That's very helpful. Thanks for the push, Nazrin. I'll see you on the field. Hörmətli tələbələr, dialoqa qulaq asdıq. Gəlin dialoqla bağlı təqdim olunmuş test tapşırıqlarına baxaq. Birinci test tapşırığında complete the sentence according to the dialogue, yəni verilmiş cümləni dialoqa əsasən tamamlamaq bizdən tələb olunur. Javad was initially reluctant to join the football tournament because Javad ilk növbədə, yəni əvvəlcə reluctant, könülsüz idi. Könülsüz idi to join the football tournament, futbol turnamentine, futbol deməli turnirinə qoşulmaqda tərəddüd edirdi, könülsüz idi. Because, çünki və bunun səbəbini bizdən soruşur. Mətndə Cavad deyir ki, bizim cəmi 5 həftəmiz qalıb və yeni sözləri öyrənərkən hər bir saatın özünün qiyməti var. Yəni hər bir saat önəmlidir. O düşünür ki, yəni öz vaxtını yeni sözləri öyrənməyə, imtahana hazırlaşmağa sərf etməlidir. Futbol oynamağa yox. Bu da onu göstərir ki, o vaxt itirmək istəmir. Yəni düzgün cavabımız B variantıdır. He felt he needed every hour to prepare for his upcoming exam. O belə düşünürdü ki, onun qarşıdan gələn imtahana hazırlaşmaq üçün hər saata ehtiyacı var. A variantında deyir ki, he preferred to spend his Sunday playing other sports. O öz bazar gününü başqa idman növləri ilə məşğul olmağa sərf etməyi daha üstün tutur. Halbuki dialoqda başqa idman növünü oynamaq istəmək haqqında məlumat yoxdur. Yəni A variantı yanlışdır. C variantında deyilir ki, he had already signed up for a different team called the Grammarians. O qrammatiklər adlı başqa bir komandaya qeydiyyatdan keçib qoşulub, amma bu haqqda da məlumat yoxdur. Əksinə, orada təklif olunur ki, biz belə bir klub qura bilərik və bu təklifi Nəzrin irəli sürür. D variantında deyir, Nəzrin told him that the English teachers would not be there. Nəzrin ona dedi ki, ingilis dil müəllimləri orada olmayacaq, amma əksinə ingilis dil müəllimləri də orada olacaq. Even the English teachers. Hətta ingilis dil müəllimləri də orada olacaq deyə bir cümlə var idi dialoqda və E variantında deyir, he was busy working in the library as a part-time assistant. O kitabxanada yarım ştat köməkçi kimi işləyir, amma əksinə sadəcə Nəzrin düşünürdü ki, o kitabxanada ola bilər, çünki qarşıdan imtahan gəlir, amma onun kitabxanada işlədiyi haqqında məlumat yox idi. Yəni E variantda yanlışdır. Bayaq dediyimiz o cümləyə görə, yəni every hour counts when you are memorizing new words cümləsinə əsasən düzgün cavabımız B variantıdır. İkinci testdə which of the following questions does the dialogue answer? Aşağıdakı suallardan hansının cavabı mətndə var? Mətndə cavabı olan sualı seçmək tələb olunur. A variantında how many teams are participating in the mini league? Yəni mini liqada neçə komanda iştirak edir? Mətndə komandaların sayı haqqında məlumat yox idi. B variantında where will the master's degree entrance exam be held?
Magistraturaya qəbul imtahanı harada keçiriləcək? Bu haqqda da mətndə məlumat yoxdur və məlum olduğu kimi hər bir imtahan fərqli müəssisələrdə keçirilir. D variantında deyilir which English teachers are going to play in the match. Yəni futbol oyununda, maçda hansı ingilis dili müəllimləri iştirak edəcək? Xüsusi olaraq ingilis dili müəllimlərinin adı çəkilmirdi. Yəni məsələn Əhməd müəllim, Məmməd müəllim bu şəkildə bir ad yox idi. Buna görə bunu da seçə bilmirik. E variantında how many words has Cavad memorized in the last 5 weeks? Son 5 həftə ərzində Cavad neçə söz əzbərləyib? Cavadın əzbərlədiyi sözlərin də sayı yox idi. Sadəcə olaraq Cavad düşünürdü ki, qarşıda 5 həftəmiz var və həmin vaxtı idmana sərf etməməliyik. Bu baxımdan E variantında seçə bilmirik. Amma C variantında deyir until when, nə zamana qədər can students register for the tournament? Turnir üçün tələbələr qeydiyyatdan keçə bilərlər. Bunun cavabı mətndə var. Məsələn, Nəzrin orada deyirdi ki, by tomorrow afternoon, yəni sabah günortaya qədər. Sabah günortaya qədər deyirdi ki, o siyahıya qol çək, imza çək. Həmin o cümləyə əsasən biz until when sualının cavabını tapırıq. Cavabımız by tomorrow afternoon, sabah günortaya qədər. Üçüncü test tapşırığında cümləni tamamlamaq tələb olunur. It is clear from the dialogue that, diyaloqdan aydındır ki, A variantında qeyd olunub ki, Cavad is a professional football player who practices every Sunday. Cavad professional bir futbol oyunçusudur və o hər bazar günü bunu məşq edir. Amma əslində Cavad deyirdi ki, mən professional deyiləm, hətta mən uzun müddət futbol oynamıram, oradakı ən zəif oyunçu mən olacağam. Bu baxımdan A variantı yanlışdır. B variantında the entrance exam is scheduled to take place in 5 days. Yəni qəbul imtahanı 5 gün ərzində, 5 gün sonra baş tutmağı planlaşdırılır. Amma qəbul imtahanının 5 gün sonra yox, 5 həftə sonra baş verəcəyi qeyd olunmuşdu. Bu baxımdan B variantı da yanlışdır. C variantında Nəzrin believes that physical exercise is a waste of study time. Nəzrin inanır ki, fiziki məşqlər etmək, idmanla məşğul olmaq, yəni oxumağa sərf olunacaq vaxtı boş yerə israf etməkdir. Amma əksinə Nəzrin idmanın faydalı olduğunu düşünür. Deyir ki, exercise actually helps. Bu baxımdan C variantı da yanlışdır. E variantında Cavad and Nəzrin have already signed the list on the notice board. Cavad və Nəzrin artıq elan lövhəsindəki siyahıya qol çəkiblər, imza çəkiblər, amma Nəzrin qeydiyyatdan keçib, amma Cavad hələ qeydiyyatdan keçməyib. Hətta dialoqun sonunda soruşur ki, how do I register? Yəni necə qeydiyyatdan keçə bilərəm? Deməli, hələ qol çəkməyib, bu baxımdan E variantı da yanlışdır. Amma düzgün cavabımız D variantıdır. The tournament is an opportunity for students to socialize with their instructors. Bu turnir tələbələrin öz müəllimləri ilə sosiallaşması, qaynayıb qarışmağı üçün bir şansdır, bir imkandır. Həqiqətən də dialoqda deyildi ki, it might be nice to talk to the instructors in a relaxed setting. Yəni təlimçilərlə, müəllimlərlə sərbəst mühitdə danışmaq xoş ola bilər. Bu baxımdan D variantı düzgün cavabdır. Dördüncü test tapşırığında bizdən düzgün müddəyanı seçmək tələb olunur. B variantında deyir, Nəzrin suggests that, Nəzrin təklif edir ki, Cavad should study for 10 hours straight before the match. Yəni idman həmin bu maçdan qabaq, futbol oyunundan qabaq düz 10 saat Cavad oxumalıdır, imtahana hazırlaşmalıdır. Amma əksinə Nəzrin deyirdi ki, 10 saat oturub oxumaq məhsuldar deyil, yəni faydalı deyil. Yəni o bunu təklif etmir. Əksinə bunun yaxşı olmadığını düşünür. C variantında deyir, the tournament is only open to students who are struggling with grammar rules. Bu futbol turniri sadəcə qrammatika qaydaları ilə problemi olan tələbələr üçün açıqdır, amma əksinə dialoqda belə bir məlumat yox idi, yəni verilməmişdi belə bir məlumat. D variantında deyir, Cavad decided to register for the tournament by calling the Master Alpha office. Cavad Master Alpha ofisinə zəng vurmaq yolu ilə turnirə qeydiyyatdan keçməyə qərar verir. Amma turnirə qeydiyyatdan keçməyin yolu ofisə zəng etmək yox, elan lövhəsindəki siyahıya qol çəkməkdir. Bu baxımdan D variantı da yanlışdır. E variantında The Grammarians is the official name of the English teachers football team. Qrammatiklər ingilis dil müəllimlərinin futbol komandasının rəsmi adıdır. Əksinə Nəzrin orada təklif edir ki, biz belə bir klub qura bilərik. İngilis dil müəllimlərinin klubunun adı, komandasının adı nədir? Bu haqqda məlumat yox idi. Düzgün cavabımız A variantıdır. Cavad thinks that playing football will make him too exhausted for his practice test. Cavad düşünür ki, futbol oynamaq onun sınaq testinə, sınağına, yəni imtahanına çox yorğun olmağına gətirib çıxaracaq. Yəni onu çox yoracaq. Bəli, bu düzgün cavabdır.
Çünki mətndə də deyirdi ki, I always thought, mən həmişə düşünmüşəm ki, it just made you tired. O səni yorur, yəni idman səni yorur. Və eyni zamanda nə deyirdi cavab? I can't afford to be exhausted for Sunday's practice test. Yəni sınaq imtahanı üçün yorğun olmağı gözə ala bilmirəm. Bu ilə A variantında verilmiş cümlənin eyni mənaya gələn versiyasıdır. Bu baxımdan düzgün cavabımız A variantı. 5-ci testdə How does Nəzrin view the Master Alpha football tournament? Nəzrin Master Alpha futbol turnirini necə görür? Yəni necə təsvir eləyir? Necə yanaşır buna? Burada düzgün cavabımız C variantıdır. As a chance to relax and reduce exam-related stress. Yəni istirahət etmək və imtahanla bağlı stresi azaltmaq üçün bir şans kimi görür. Çünki mətndə Nəzrin deyirdi ki, bizə fasilə lazımdır. Yəni I think a break is exactly what we need. Mən düşünürəm ki, fasilə məhz bizim ehtiyacımız olan şeydir. Və başqa bir cümlədə də Nəzrin deyirdi ki, a quick match will give you a brain reset. Yəni beyin yeniləməsi verəcək bir futbol oyunu bizə və eyni zamanda digər tələbələrlə görüşmək imtahan stresini azaldacaq. Baxın, bu cümlələrə əsasən burada düzgün cavabımız C variantıdır, amma digər variantlar Nəzrinin fikrini özündə əks etdirmir. Məsələn, A variantında as a way to prove who the best athlete is, yəni ən yaxşı idmançının kim olduğunu göstərməyin bir yolu olduğunu deyir. Amma əksinə Nəzrin deyir ki, bu peşəkar atletlərlə bağlı bir oyun deyil də, yəni mini bir liqadır. B variantında as a professional league for master's degree candidates, yəni magistraturaya qəbul olma namizədləri üçün professional liqadır deyir, amma əksinə deyir bu professional liqa deyil. D variantında as a substitute for the entrance exam next month, yəni gələn həftə baş tutacaq qəbul imtahanının bir əvəzləyicisi. Əksinə o bu haqqda bir məlumat vermir. Və Y variantında as a mandatory training session, mandatory, obligatory, compulsory, bunlar hamısı məcburi deməkdir. Mandatory training session məcburi bir təlim sessiyası. Hansı təlim sessiyası? Organized by the library, kitabxana tərəfindən təşkil olunmuş. Amma həmin bu futbol turnirinin kitabxana tərəfindən təşkil olunan məcburi təlim olduğunu demir. Əksinə bunun könüllü turnir olduğunu qeyd edir. Bu baxımdan burada Y variantı da yanlış cavabdır. İndi 6-10-cu test tapşırıqlarına baxaq. Birinci dinləm mətni ilə, daha doğrusu birinci oxu mətni ilə bağlı təqdim olunmuş test tapşırıqları. 6-cı tapşırıq və 10-cu tapşırıq bildiyiniz kimi true-false tipli test tapşırığıdır. Burada sizə verilmiş 4 müddəyanı təqdim olunmuş oxu mətninə əsasən təhlil etmək və bunların düz yoxsa yanlış, doğru və ya yanlış olduğuna qərar vermək tələb olunur. Əgər siz bu müddəaların hər birini düzgün şəkildə doğru və ya yanlış kimi işarə eləsəniz, bu test tapşırığından tam bal alırsınız. Əgər üçünü düzgün işarə eləsəz, amma birini yanlış yazsaz, məsələn 6.1 true olduğu halda siz false yazsaz, amma digərlərini düzgün müəyyənləşdirsəz, yarım bal alırsınız. Digər hallarda, yəni ikisini və ya birini düzgün müəyyənləşdirsəz, test tapşırığından bal qazana bilmirsiniz. 6.1-ci cümlədə deyir, in its earliest stages, cinema was primarily used for storytelling rather than showing technology. Yəni ilkin mərhələsində kino texnologiyanı nümayiş etdirməkdən daha çox hekayə danışmaq üçün istifadə olunurdu. Bu yanlış müddəadır, çünki mətnə baxaq. Baxın, burada işarələmişəm 6.1. At first, films were very short and existed mainly to demonstrate new technology rather than to tell stories. Yəni ilk vaxtlar filmlər çox qısa idi və onlar nə üçün mövcud olurdular? Yeni texnologiyanı nümayiş etdirmək üçün. Hekayə demək üçün yox. Yəni hekayədən daha çox texnologiyanı nümayiş etdirmək üçün istifadə olunurdular. Amma 6.1 bunun əksini yazıb. Yəni texnologiyadan daha çox hekayə söyləmək üçün yazıb. Bu baxımdan 6.1 false-dur. 6.2-də deyir, the American film industry experienced significant growth during the First World War. Yəni Amerikan kino sənayesi 1-ci Dünya müharibəsi zamanı əhəmiyyətli artım yaşamışdır. Deməli, gördüyünüz kimi 6.2-nin cavabı bu cümlədədir. During the First World War, 1-ci Dünya müharibəsi ərzində the American film industry expanded rapidly. Sürətli şəkildə expanded, genişləndi. Genişlənməyi bunu göstərir ki, inkişaf etmişdir və burada da significant growth, yəni əhəmiyyətli artım sözünü görürük. Expandin sinonim kimi təqdim olmuşdur və eyni mənaya gəldiyindən 6.2 true kimi işarələnməlidir. 6.3-cü cümlədə the jazz singer demonstrated that audiences were not interested in movies with sound. Yəni caz müğənnisi filmi
nümayiş etdirdi ki, tamaşaçılar səsli filmlərlə maraqlanmırlar. Gəlin 6.3 ilə bağlı cümləyə baxaq. Həmin cümlədə budur. The jazz singer which proved that sound films could be commercially successful. Baxın, bu cümləyə əsasən biz başa düşürük ki, səsli filmlərin kommersiya baxımından uğurlu ola biləcəyini sübut edibmiş Jazz Singer filmi. Amma 6.3-də deyirdi ki, həmin bu film əksinə səsli filmlərindən tamaşaçıların maraqlanmadığını göstərirdi, amma əksinə səsli filmlərin uğurundan bəhs edirdi. Yəni bu baxımdan burada düzgün cavabımız false olacaqdır. Çünki həmin bu cümlə doğru cümlə deyil, yanlış müddəadır. Və 6.4-də Hollywood studios used specific genres to make their production processes more efficient. Hollywood studioları öz istehsal proseslərini daha effektiv etmək üçün xüsusi janrlardan istifadə edirdilər. Mətnə əsasən bu düzgün cavabdır. Çünki baxın, buradakı cümləyə əsasən these genres allowed studios to reuse sets and employ contracted stars efficiently. Yəni bu janrlar, burada əvvəldə adı çəkilən janrlar, məsələn gangster films, horror musicals, melodramas və s. Bu janrlar nəyi göstərirdi? Studiyalara dekorasiyaları yenidən istifadə etməyə imkan verirdi və eyni zamanda müqaviləli ulduzları səmərəli şəkildə işlətməyə imkan verirdi. 6.4-dəki cümlə bəs nə deyir? Hollywood studioları istehsal proseslərini daha səmərəli etmək üçün specific genres, xüsusi janrlardan istifadə edirdilər. Gördüyünüz kimi həmin cümlə ilə eyni mənaya gəlir. Bu baxımdan bunu biz true kimi işarələməliyik. 7-ci testdə complete the sentence according to the passage verilmiş cümləni mətnə əsasən tamamlamaq tələb olunur. The kinetoscope was, kinetoskop idi. Nə idi? Bunu seçmək tələb olunur. A variantında a device used to record sound in 1927. 1927-ci ildə səsi qeydə almaq üçün istifadə olunan bir cihaz idi yazılıb, amma əksinə səsli filmlər 1927-ci ildə yaranmışdı. Amma baxın, kinetoskop 1891-ci ildə patentləşdirilmişdi Thomas Edison tərəfindən. Bu baxımdan bu yanlış cümlədir. C variantına baxaq. A system for distributing films to Asia and Europe, Avropaya və Asiyaya filmləri yaymaq üçün olan bir sistem idi, amma əksinə kinetoskop sistemi deyildi, bir cihaz adı idi. Bu baxımdan bu da yanlışdır. D variantında the first machine used to film long form musicals, uzun metrajlı müzikallar bu janrın adıdır. Çəkmək üçün olan bir maşın deyildi. Bu da yanlışdır. Və Y variantında a specialized camera used by Alfred Hitchcock, Alfred Hitchcock'un istifadə etdiyi ixtisaslaşmış kamera deyilir, amma bu kamera deyildi. Çünki bu cihazın adı 1-ci abzasda çəkilir gördüyünüz kimi. Amma Hitchcock'un adı 3-cü abzasda çəkilir. Daha doğrusu bu abzasda çəkilir. Bu baxımdan onunla da əlaqələndirmək olmaz. Yəni Y variantda yanlış cavabdır. Düzgün cavabımız B variantıdır. Bəs nəyə görə? Baxın. Deməli, one of the most important early devices was the kinetoscope. Yəni buradan anlayırıq ki, early devices bir cihaz adıdır kinetoskop. Bəs bu nə işə yarayırdı? Həmin buradakı cümlələri oxuyaq. Invention of machines that could create the illusion of movement. Baxın, invention of machines that could create the illusion of movement, yəni hərəkət illüziyası meydana gətirə bilən maşınların ixtirasından danışılır. Həmin maşınlardan biri kinetoskopdur və kinetoskop nəyi göstərirdi? Showed a rapid sequence of images, yəni sürətli təsvirlərin ardıcıllığını göstərirdi. Və beləliklə biz başa düşürük ki, kinetoskop şəkillərin sürətli şəkildə ardıcıllığını göstərirdi və sanki burada bir video effekti varmış kimi bir təəssürat oyadırdı. Yəni hərəkət effekti meydana gətirirdi. Burada da the feeling of movement, yəni hərəkət hissiyatı ifadəsi var. Gördüyünüz kimi oradakı cümlələrlə eyni mənaya gəlir və kinetoskopun nə işə yaradığını B variantı daha düzgün şəkildə göstərir. Yəni 7-ci testin düzgün cavabı B variantı. 8-ci test tapşırığında answer the question according to the passage sualı mətnə əsasən cavablandırmaq bizdən tələb olunur. How did the Hollywood studio system affect popular culture? Yəni Hollywood studio sistemi populyar mədəniyyətə necə təsir etdi? Burada bizim düzgün cavabımız
C variantı olacaq. Baxın, 8-ci sual mətnin ən sonundakı cümlədə, daha doğrusu 3-cü abzasının ən son cümləsinin öz əksini tapıb, yəni bu cümlədə. As a result, nəticə etibarilə the studio system created famous actors who attracted large audiences and shaped popular culture. Studio sistemi məşhur aktyorlar formalaşdırdı. Kimlər ki, geniş auditoriyaları cəlb edirdi və eyni zamanda populyar mədəniyyəti formalaşdırırdı. İndi 8-ci test tapşırığına baxaq. C variantında it produced famous actors who influenced the public. Orada audience, burada public sözündən istifadə olunub. Orada created, burada da produce sözündən istifadə olunub. Yəni gördüyünüz kimi sinonimlərdən istifadə etməklə eyni cümləni yazıblar. Bu baxımdan 8-ci testin düzgün cavabı C variantıdır. C variantındakı cavab da ictimaiyyətə təsir edən məşhur aktyorlar yetişdirdiyi mənasını özündə ifadə edir. Bəs A, B, D və E variantları nəyə görə yanlışdır? A variantında it focused exclusively on creating silent films, yəni o məhz səssiz filmlər hazırlamağa fokuslanmışdı deyir, amma əksinə mətndə səsli filmlərin uğurlarından, səsli filmlərin qızıl dövründən bəhs olunur. Yalnız səssiz filmlərə fokuslanmırdı. B variantında it discouraged the use of famous stars in movies, yəni məşhur ulduzların kinolarda istifadə olunmasını təklif etmirdi. Yəni encourage həvəsləndirməkdir, discourage də həvəsdən salmaq kimi tərcümə edə bilərik. Yəni pisləmək kimi deyə bilərik. Əksinə B variantındakı fikir yanlışdır. Çünki o məşhur ulduzlardan istifadəni pisləmirdi. Əksinə mətndə belə bir ifadə var. Employ contracted stars, yəni müqaviləli ulduzları işə götürmək. Bu baxımdan bu tam mətndəki fikrin əksini özündə cəmləşdirir. D variantında it prevented directors from having any artistic influence. Yəni it prevented directors from having any artistic influence. Hər hansı bir artistik incə sənətlə bağlı təsirə malik olmaqdan məhrum edirdi, yayındırırdı, mane olurdu rejissorları. Amma rejissorların təsirinin qarşısını almırdı. Y variantında isə it limited the variety of genres available to audiences. Yəni janr müxtəlifliyini limitləyirdi, məhdudlaşdırırdı. İctimaiyyətə açıq olan janr müxtəlifliyini məhdudlaşdırırdı, amma janr müxtəlifliyini məhdudlaşdırmırdı. Əksinə burada gangster, qorxu, musical və s. kimi janrlardan istifadə edilirdi və bu janrlar inkişaf edirdi. Yəni bu da yanlış cavabdır. 9-cu testdə what does the word narrative mean in paragraph 1? Birinci abzasdakı narrative sözü hansı mənaya gəlir? Baxın cümləni oxuyaq. Filmmakers began to experiment with narrative. Yəni film hazırlayanlar, rejissorlar narrative ilə eksperiment aparmağa başladılar. And cinema slowly developed into a storytelling art. Və sinema yavaş-yavaş formalaşaraq hekayə söyləmə sənətinə çevrildi. Deməli, əvvəllər onlar narrative ilə təcrübə aparmağa başlayıblar və təcrübələr uğurlu olub və nəticədə kino, sinema storytellingə çevrilib. Deməli, elə narrative storytelling mənasına ifadə eləyəsidir. Biz bu cümlədən belə başa düşə bilərik, əgər narrative sözünün mənasını bilmiriksə. Və ümumilikdə də nə deyə bilərik? To narrate, nəql etmək deməkdir. Narrative də elə hekayə söyləmə, belə mənalara gəldiyini düşünə bilərik. Narrate feilinə əsasən. Yəni, həm narrate feilindən yola çıxaraq bunun mənasını təxmin edə bilərik, əgər sözü bilmirdiksə, həm də o cümlədəki storytelling sözünə əsasən bu sözün mənasını təxmin edə bilərik. Burada düzgün cavabımız a story or sequence of events, yəni hekayə və ya hadisələrin ardıcıllığı mənasına gəlir. Bu baxımdan biz B variantını seçəcəyik, amma A, C, D və Y variantı fərqli sözləri ifadə edir. A variantı the technical parts of a machine, yəni maşının texniki hissələri deməkdir. C variantı a type of commercial success, kommersiya uğurunun bir növü deməkdir. D variantı the speed at which images move, təsvirlərin hərəkət sürəti, hərəkət etdiyi sürət mənasına gəlir. Y variantı a patent for a new invention, yeni bir ixtira üçün olan patent, ixtira patenti mənasına gəlir və bunlar da narrative sözünün mənasını özündə əks etdirmir. 10-cu test tapşırığı da açıq sualdır. Bildiyiniz kimi sizə 2 açıq sual təqdim olunur. Həm birinci, həm də ikinci reading mətnindən sonra 10-cu və 15-ci test tapşırıqlarında sizdən verilmiş sualların hansının cavabının mətndə olduğunu və ya testin başlığından asılı olaraq hansı sualların cavabının mətndə olmadığını seçmək tələb oluna bilər. Burada which of the following questions does the passage answer? Yəni sualların hansının cavabı mətndə var?
Mətndə cavabı olan sualları seçmək tələb olunur. Birinci sual, who was responsible for the invention of the kinetoscope? Kinetoskop cihazının ixtirası üçün kim məsuliyyət daşıyırdı? Bu sualın cavabı mətndə var. Yəni kim cavabdeh idi onun ixtirası ilə bağlı? Baxın, onun ixtirası ilə bağlı rəsmi cavabdeh olan şəxs, onu patentləşdirən Thomas Edisondur 1891-ci ildə. Yəni bu sualın cavabı mətndə var. Cavab Thomas Edison. Biri seçirik. İkinci sual, which specific movie sets were used the most by Hollywood Studios? Ən çox hansı konkret film dekorasiyaları Hollywood studiolar tərəfindən yenidən istifadə olunurdu? Mətndə bunun cavabı yoxdur. Mətndə sadəcə reuse sets, yəni dekorasiyaları təkrar istifadə etmək ifadəsi var. Amma məsələn, küçə dekorasiyası və ya qala, güllə, tarixi abidə dekorasiyası, yəni belə bir ifadə yoxdur. Baxın, burada deyir specific movie sets. Spesifik, xüsusi, yəni adı çəkilməli idi, amma adı mətndə çəkilməyib. O baxımdan içini götürmürük. 3-də deyir, how did studios manage to survive during the Great Depression? Yəni, Böyük Depressiya zamanı studiyalar necə sağ qala bildilər? Sağ qalmaq deyəndə təbii ki, fəaliyyətini davam etdirə bildilər kimi tərcümə etməliyik. Bunun cavabı mətndə varmı? Bəli, baxın. Mavi rəngi ilə burada işarələmişəm. Studios survived, baxın bu cümlə. Studios survived by developing clear film genres. Yəni, aydın film janrları düzəltmək hesabına Great Depression, yəni Böyük Depressiya dövründə film studiyaları öz fəaliyyətini davam etdirə bildilər. Bu baxımdan 3-cü sualın cavabı mətndə var. 4-cü sual, what are some examples of film genres that emerged in the 1930s? 1930-cu illərdə meydana çıxan film janrlarının bəzi nümunələri hansılardır? Elə eyni cümlənin davamında, baxın, bunun da cavabı var. Such as, məsələn, gangster films, gangster filmləri, horror, qorxu filmləri, melodramas, melodramalar, musicals, musicallar və s. Yəni, burada gördüyünüz kimi, some examples, bəzi nümunələrini bizdən soruşurdu və bizdən film nümunəsi soruşmurdu. Əgər desəydi ki, some examples of films, biz orada film adı axtarardıq, kino adı. Kinonun adı da mətndə yoxdursa, biz həmin sualı seçməzdik. Amma bizdən kinonun janrının nümunələrini soruşur. Oradakı sözlərdə kinonun adını göstərmir, janrı göstərir. Bu baxımdan 4-cü sualın cavabı mətndə var. 5-ci sual, how much money did the American film industry lose during the war? Müharibə ərzində Amerikan kino sənayesi nə qədər pul itirmişdir? Bu sualın cavabı mətndə yoxdur, çünki əksinə mətndə pul itkisi olduğu haqqında məlumat yoxdur. Kino sənayesinin genişləndiyi, o birinci 6.1-də oxuduğumuz ifadəni xatırlayırsınız, expanded rapidly, yəni genişləndiyi haqqında məlumat var. Ziyan gördüyü və ya pul itirdiyi haqqında məlumat yoxdur. Hətta how much deyirsə bizə pulun miqdarı lazımdır. Məsələn, $500, $500 və s. Belə bir məlumat mətndə yoxdur, ona görə 5-i götürmürük. Burada cavabımız 1, 3 və 4 olmalıdır. 11-ci sualdan 15-ci suala qədər olan tapşırıqlar ikinci oxu mətni ilə bağlı təqdim olunmuşdur. Gəlin buradakı suallara baxaq. 11-də 6 nömrəli test tapşırığı kimi true-false tipli sualdır. 11.1 Krop had extensive experience climbing at Frenchman Coulee before 2002. Yəni Kropun 2002-ci ildən əvvəl Frenchman Coulee'də climbing, dırmanmaq üzrə geniş təcrübəsi var idi. Bu yanlış müddəadır. Gəlin mətndə baxaq 3-cü abzasa. Baxın, burada işarələmişəm 11.1. It was Krop's first visit to Frenchman Coulee. Deyir ki, bu Kropun Frenchman Coulee adlı yerə ilk səyahəti idi, first visit. Əgər bir insan bir yerə ilk dəfə səyahət edibsə, deməli, daha əvvəl bu haqda onun təcrübəsi olmayıb. Amma 11.1 deyir ki, Krop had extensive experience. Onun bura dırmaşmaqla bağlı geniş təcrübəsi var idi. Yox idi. 2002-dən qabaq yox idi belə təcrübəsi. Onun ilk səfəri idi. Bu baxımdan 11.1 olmalıdır. False. 11.2 During his 1996 expedition, Krop utilized artificial oxygen to reach the summit. 1996-cı il ekspedisiyası ərzində Krop zirvəyə çatmaq üçün süni oksigendən istifadə etdi. Bu utilize sözü to use sözünün sinonimidir, hörmətli tələbələr. İstifadə etmək, işlətmək mənasına gəlir. Bu da eyni zamanda yanlış müddəadır, yəni false seçməliyik. Bəs nəyə görə? Gəlin mətnə qayıdaq.
Burada ikinci abzasda gördüyünüz kimi baxın, bu cümləyə baxın. Climbed to the summit cümləsi. Climbed to the summit without using oxygen. Yəni oksigendən istifadə etmədən zirvəyə dırmaşmışdı. Amma burada deyir ki, süni oksigendən istifadə etmişdi. Əksinə o ümumiyyətlə oksigendən istifadə etməyib. Bu baxımdan false. 11.3 The 1996 journey involved a round trip by bicycle between Sweden and Nepal. Burada round trip sözünə diqqət eləyə hörmətli tələbələr. Bu gediş-gəliş mənasını ifadə edir. Yəni cümlə ümumi tərcüməsində belədir ki, 1996-cı il səyahəti İsveç və Nepal arasında velosipedlə gediş-gəlişi əhatə edildi. Bu düzgün müddəadır. Nəyə görə? İndi baxaq. Baxın burada cycling 7,000 miles from Sweden to Nepal. Yəni İsveçdən Nepala 7,000 mil velosipedlə gedib. Bəs gediş hissəsi var, geri dönüş hissəsi varmı? Bəli var. Baxın cümlə davamı buradadır. Then rode his bicycle all the way back home. Daha sonra öz velosipedi ilə bütün yolu geri qayıdıb, vətəninə qayıdıb. Yəni həm gediş, həm də qayıdış hissəsi var. Burada da round trip elə gediş-dönüş mənasını ifadə edir. Yəni velosipedlə İsveç və Nepal arasında gedib qayıdıb. Bu düzgün müddəadır. 11.3 true olmalıdır və 11.4 crop was valued. Baxın bu məchul növdür. To be feili özündən sonra keçmiş zaman feili sifəti. Crop'a dəyər verilirdi. Nəyə görə? For his ability to articulate. Baxın buna da diqqət edək. Bəlkə essay yazında faydalı ola bilər. Ability sözündən sonra of gəlməz. Yəni məsələn ability of doing yaza bilməzsiniz. Bu yanlışdır. Ability'dən sonra məsdər gəlməlidir. Yəni ability to do yazmalısınız. Burada da ability to articulate. Articulate-də yəni aydın şəkildə ifadə etmək deməkdir. Crop was valued for his ability to articulate. Aydın şəkildə ifadə etmək bacarığına görə Crop'a dəyər verilirdi. Nəyi ifadə etmək bacarığına görə? The human desire for exploration. İnsanların kəşfiyyat, yəni nəyisə üzə çıxarmaq arzusunu aydın ifadə etmək bacarığına görə o qiymətləndirilirdi. Bu da eyni zamanda düzgün müddəadır, hörmətli tələbələr. Çünki mətnin ən sonuncu abzasında baxın elə bu hissədə bu sarı rəngindən göstərdiyim cümlədə friends remembered him as someone who could clearly explain why humans seek adventure. Baxın clearly articulate, clearly explain eyni mənaya gəlir. Buradakı ifadəmiz necə idi? Desire for exploration. Burada da why humans seek adventure, yəni eyni mənaya gələn ifadələrdir. Nəyə görə insanlar macəra axtarır? Bunu aydın şəkildə izah edə bildiyinə görə dostları onu xatırlayırdı və 11.4-də də ona dəyər verildiyi öz əksini tapıb. Gördüyünüz kimi mətndəki cümləni fərqli sözlərlə ifadə edib 11.4 bu baxımdan true seçilməlidir. 12-ci test tapşırığı which of the following sentences can start the fourth paragraph. Aşağıdakı cümlələrdən hansı 4-cü abzasın ilk cümləsi ola bilər? Yəni 4-cü abzasa hansı cümlə ilə başlamaq mümkündür? 4-cü abzası oxuyaq. Friends remembered him. Dostları onu xatırlayırdı. Baxın bu him şəxs əvəzliyinin obyekt alıdır. Burada him sözü görülürsə, belə bir ipucu var ki, deməli əvvəlki cümlədə kişi cinsində olan şəxsi adı olub, insan adı olub ki, burada him sözü ilə onu əvəzləmişik. Yəni ən azından biz bir ilk ipucumuzu tapdıq. İlk cümlə bir kişi haqqındadır və həmin kişi artıq ikinci cümlədə him əvəzliyi ilə əvəz olunub. Friends remembered him as someone who could clearly explain why humans seek adventure. Yəni dostları onu insanların nəyə görə macəra axtardığını aydın şəkildə izah edə bildiyi üçün xatırlayırdılar. His passion and spirit continue to inspire people around the world. O dünya ətrafında insanlara təsir etməyə, ilhamlandırmağa davam edir. Baxın yenə burada his görürük. Yəni ilk cümlədə bir şəxs adı olmalıdır, kişi cinsində olan və biz baxırıq burada 2 dənə cümlə bu şərti ödəyir. Biri crop, biri Erden Eruk. Amma bildiyiniz kimi bütün mətn crop ilə bağlıdır. Bu baxımdan biz Erden Eruk olan Y variantını seçə bilmirik. Bəs başqa hansı səbəbə görə seçə bilmirik? Erden Eruk'un nailiyyətləri sadəcə baxın bu hissədə onun adı çəkilmişdi. Yəni 3-cü abzasda çəkilmişdi. Vəssalam, başqa mətnin digər hissələrində onun haqqında məlumat yer almır. Amma bütün mətn baxın Göran Krop haqqındadır.
Baxın, birinci abzasda crop, ikinci abzasda da crop, üçüncü abzasda da crop. Deməli, dördüncü abzasda onun xatirəsi haqqında olmalıdır. Yəni, bura biz crop haqqında olan cümləni seçməliyik. Bu baxımdan Y variantından götürə bilmirik. A variantında the air guitar route is considered one of the most technically demanding paths in central Washington. Yəni, mərkəzi Washingtonda ən çətin, ən tələbkar marşrutlardan biri idi texniki cəhətdən air guitar yolu. Amma biz demişdik ki, biz burada it yox, baxın, it yox, him yazılıb. Yəni, şəxs bildirən şey. Şəxs bildirən əvəzlik. Bu baxımdan air guitar olan variantı seçmirik. Çünki bizə şəxs adının olduğu cümlə lazım idi. Following the accident, the local government updated safety regulations for all mountain climbers in the area. Həmin bu qəzadan sonra yerli hökumət həmin ərazidəki bütün dağa dırmaşanlar, yəni all mountain climbers, bütün dağa dırmananlar üçün safety regulations, təhlükəsizlik tələblərini updated, yenilədi. Amma əksinə mətndə belə bir məlumat yoxdur. Həm abzasın davamı ilə əlaqəsizdir, həm də burada baxın şəxs adı yoxdur ki, biz növbəti cümlədə onu him, his kimi əvəzliklərlə əvəz edək. Yəni B variantı yanlışdır. C variantı many experts believe that, bir çox ekspertlər inanırlar ki, using supplemental oxygen is the only way to safely reach high altitude summits. Bu cümlə gördüyünüz kimi bir çox ekspertlər inanırlar ki, köməkçi oksigendən istifadə etmək yüksək zirvələrə çatmağın, təhlükəsiz şəkildə çatmağın yeganə yoldur. Bu cümlə oksigen haqqındadır. Və oksigen ikinci abzasının mövzusuydu. Onun o səyahəti, oksigendən istifadə etməməyi. Bizə lazımdır şəxs adının olduğu cümlə. Və burada da dostları onu xatırlayırdı. Hər halda oksigeni xatırlayırdı deyə bilmirik. Bu baxımdan C variantı yanlışdır. Amma D variantını yerinə qoyanda 4-cü abzas məntiqi şəkildə tamamlanır. Çünki burada həm adam adı var, crop. Həm bütün mətn crop haqqındadır, görən crop haqqındadır. Həm də baxın, burada dostları onun insanların macəra haqqında danışmağını təsvir etməyindən danışır. Onun insanlara motivasiya mənbəyi olmağından danışır. Və D variantında nə deyir? Crop was not only respected as a mountaineer, but also loved as a motivational speaker. Yəni Crop təkcə bir alpinist kimi hörmət qazanmamışdı, həm də motivasiya natiqi kimi sevilirdi. Natiq nədir? Danışan. Baxın, speaker danışan deməkdir. Burada da nə haqqında deyilir? Who could explain, yəni izah edən, izah etmək, danışmaq həm o cümlə ilə bağlıdır, həm burada him var, crop sözünü əvəz eləyir, həm də ümumilikdə növbəti cümlələrlə məntiqi bağlılığı var. Bu baxımdan 12-ci testin düzgün cavabı D variantı. 13-cü test tapşırığında CQA sözünün mənasını bizdən soruşur. Baxın, 3-cü abzasda Eric helped secure the ropes. Yəni rope bildiyiniz kimi ip deməkdir. Kəndir, ip mənasına gəlir. Yəni Eric ipləri secure etməyə kömək etdi. Hər halda ipi bərkitmək mənasında işlənər. Çünki digər variantları yerinə qoyanda məna düzgün alınmır. Baxın, A variantı nə isə əldə etmək deməkdir. To obtain something. İpləri əldə etməyə kömək etdi demirik o hissədə. C variantı qorumaq deməkdir, amma insanları qorumaq. Amma orada ipdən söhbət gedirdi, insanlardan yox. D variantı əmin hiss etmək, to feel confident, əmin olmaq, əmin hiss etmək, amma əmin hiss etməklə bağlılığı da yoxdur iplərin. Və Y variantında to provide financial stability, maliyyə sabitliyi təmin etmək, amma iplərlə maliyyə sabitliyinin də əlaqəsi yoxdur. Amma baxın, B variantı deyir ki, to attach or fasten something so that it does not move. Bu səhv eləmirəmsə Oxford lüğətində CQ sözünün 3-cü mənası olmalı idi. İnsanlar yox. To attach, yəni bərkitmək. Or fasten, bağlamaq. Nə məqsədlə? So that it does not move, yəni hərəkət etmir. Nə isə hərəkət etməmək üçün bərkitmək, bağlamaq. Cümləmiz necə idi? Eric helped secure the ropes. Yəni Eric ipləri bərkitməyə kömək etdi. Bu ifadəni yerinə qoysaq, Eric helped attach or fasten the ropes. İpləri bərkitməyə və ya bağlamağa kömək etdi. Yəni gördüyünüz kimi məna eyni alınır. Bu baxımdan düzgün cavabımız B variantı olacaq. 14-cü testdə cümləni tamamlamaq bizdən tələb olunur. By completing his 1996 expedition, özünün 1996-cı ildəki ekspedisiyasını tamamlamaqla
Crop aimed to, crop qarşısına məqsəd qoymuşdu. Nəyə qarşısına məqsəd qoymuşdu? Gəlin mətnə baxaq. Baxın burada bu cümlədədir. Bu testin düzgün cavabı. His intention, onun niyyəti was to complete the entire journey, bütün bu səyahəti tamamlamaq idi. Nə hesabına? Exclusively, tamamilə through his own bodily strength, özünün bədən gücü hesabına and endurance və özünün dözümlülüyü hesabına. Without any motorized assistance, heç bir motorlu kömək, yəni motorlu nəqliyyat vasitələrindən kömək almadan sadəcə özünün bədən gücü hesabına. Məsələn, motosikletdən istifadə etsə, motosikletin bildiğiniz kimi motoru var, amma o velosipeddən istifadə edirdi. Çünki velosipedi də özünün ayaqları, öz əzəlləri ilə hərəkətə gətirir. Deməli, onun niyyəti nə olub? Öz bədən gücündən, his own bodily strength, bədən gücündən istifadə etməklə səyahəti tamamlamaq. İndi 14-cü testdəki variantları oxuyaq, hörmətli tələbələr. A variantı, prove that cycling was more efficient than traditional transport. Yəni, velosipedin ənənəvi nəqliyyatdan daha səmərəli olduğunu sübut etmək, amma gördüyünüz kimi onun niyyəti bu deyildi. B variantı, reach the summit of Everest faster than any previous climber. Everest zirvəsinə istənilən daha əvvəlki alpinistdən daha sürətli şəkildə çatmaq, amma onun niyyəti bu da deyildi. D variantı, demonstrate that local officials were wrong about safety equipment. Yəni, yerli rəsmilərin təhlükəsizlik alətləri, yer gəlmişin equipment sayıla bilməyən isimdir. Təhlükəsizlik alətləri ilə bağlı haqsız olduğunu, yanlış fikirdə olduğunu nümayiş etdirmək, amma onun niyyəti bu da deyil. E variantı, find a new route to the peak that did not require a bicycle. Yəni, zirvəyə velosiped tələb etməyən yeni bir yol, yeni bir cığır tapmaq, amma onun niyyəti bu da deyil. Bəs nə idi onun niyyəti? Exclusively through his bodily strength, yəni tamamilə özünün bədən gücü və dözümlülüyü ilə səyahətini tamamlamaq. Başqa sözlə desək, travel to and from the mountain, yəni həm dağa, həm də dağdan geriyə səyahət etmək. Nə hesabına? Using only his own physical power, sadəcə özünün fiziki gücündən istifadə etmək hesabına. Yəni 14-də düzgün cavabımız C variantı. 15-ci testdə yenə bizdən mətndə cavabı olan sualları seçmək tələb olunur. Birinci sual, how far did Crop travel by bicycle during his 1996 expedition? 1996-cı il ekspedisiyasında Crop velosipedlə nə qədər yol qət etmişdi? Mətndə bunun cavabı aydın şəkildə öz əksini tapıb. Baxın burada bu cümləyə əsasən 7,000 miles, yəni 7000 mil məsafə qət etmişdi. Yəni 15-də birincini biz götürürük. 2. What specific brand of safety ropes did Erden Eruch use? Erden Eruch hansı xüsusi təhlükəsizlik ipləri brendindən, markasından istifadə edirdi? Bunun cavabı mətndə yoxdur, çünki mətndə ipin markasının adı çəkilmir. 3-cü, what was the medical cause of Crop's death? Crop'un ölümünün tibbi səbəbi nə idi? Bunun da cavabı mətndə öz əksini tapmışdır. Baxın, birinci abzasının ən sonunda died from severe head injuries, yəni ciddi baş zədələri, baş yaralanmaları səbəbilə o ölmüşdür, vəfat etmişdir, həlak olmuşdur deyək. Yəni 3-cü cümlənin də sualın da cavabı mətndə var. 4. Why was the adventurer known as the crazy Swede? Nəyə görə bu macəra pərəsti deməli dəli İsveçli, çılğın İsveçli kimi tanıyırdılar? Bildiyiniz kimi why tipli suallarda əsasən cavabımız because ilə başlayır və mətnə baxsaq görürük ki, bunun da cavabı mətndə var. Baxın bu hissədə because of these achievements, yəni bu nailiyyətlərinə görə, hansı nailiyyətlərinə görə velosipeddən istifadə etməklə, heç bir oksigendən istifadə etmədən 7000 mil məsafəni qət etmək, bütün səyahəti öz bədən gücü hesabına tamamlamaq, yəni bu tipli nailiyyətlərinə görə ona nə deyirdilər? He became known as the crazy Swede, çılğın İsveçli kimi tanınmağa başladı. Və 4-cü sualında cavabını beləliklə mətndən tapmış olduq. 5. How many hours did the rescue operation take after the accident? Yəni qəzadan sonra xilas etmə əməliyyatı neçə saat davam elədi? Zamanının müddətini mətn göstərmir. Yəni 5-ci testin cavabı, 5-ci sualın cavabı mətndə yoxdur.
2 və 5-in cavabı mətndə yoxdur, amma 1, 3 və 4-ün cavabı mətndə var. 16-cı test tapşırığında bizdən hekayə qurmaq tələb olunur. Gəlin hekayənin cümlələrini əvvəl oxuyaq, daha sonra onları məntiqli şəkildə sıralayaq. Birinci cümlə: No, I have never tried skydiving to my regret, said the scholar answered. Yəni alim cavab verdi ki, mən daha əvvəl heç vaxt təəssüf ki, paraşütlə tullanmamışam. İkinci cümlə: I feel quite sorry for you, said the scholar. Alim dedi ki, mən sənin üçün çox təəssüf edirəm. Yəni sənin əvəzinə çox təəssüf edirəm. Üçüncü cümlə: Once, bir vaxtlar, a scholar and a pilot, bir alim və bir pilot were flying in a small plane, balaca bir təyyarədə uçurdular. While talking, bir-birinlə söhbətləşərkən, the scholar asked him, alim pilotdan soruşdu, have you ever studied literature? Heç ədəbiyyat oxumusan? The pilot answered no. Pilot cavab verdi ki, yox. Beşinci cümlə: Suddenly the engine failed. Qəfildən mühərrik xarab oldu. And the pilot asked the scholar. Və pilot alimdən soruşdu. Have you ever learned how to use a parachute? Heç indiyə qədər necə paraşütdən istifadə etmək lazımdır, bunu öyrənmisiniz. Və 6-cı cümlə: I feel quite sorry for you too. The plane is crashing, shouted the pilot. Pilot qışqırdı ki, mən də sizin üçün təəssüf eləyirəm. Çünki təyyarə qəzaya uğrayır. Yəni birazdan qəzaya uğrayacaq. Deməli, hadisə nədən ibarətdir? Bir pilot və bir alim təyyarədə səyahət edirlər. Birinci alim soruşur ki, siz heç ədəbiyyat oxumusunuz? Bu suala pilot cavab verir ki, yox, oxumamışam. Bundan sonra alim deyir ki, yəni mən sizin əvəzinizə təəssüf edirəm də, niyə ədəbiyyat oxumamısınız? Birazdan bu təyyarədə mühərrik xarab olur və başlayır bu səfər pilot soruşmağa ki, siz heç paraşüt istifadə edə bilirsiniz? Alim də deyir ki, xeyr, mən paraşütdən istifadə edə bilmirəm və pilot da deyir ki, əgər siz paraşütdən istifadə edə bilmirsə, öləcəksiniz, çünki birazdan təyyarə qəzaya uğrayacaq. Yəni hadisələrin axıcılığı bu qaydadadır. Beləliklə 16-cı testdə düzgün cavabımız Y variantı olmuş olur. 3, 4, 2, 5, 1, 6. Başqa necə tapa bilərdik? Baxın, birinci cümlədə nə deyir? The scholar. Bildiyiniz kimi Z müəyyənlik artiklıdır. The scholar Z müəyyənlik artiklıdır. Dördüncü cümləyə baxın. The pilot müəyyənlik artiklıdır. Yenə the pilot müəyyənlik artiklıdır. Yenə the pilot müəyyənlik artiklıdır. Yəni hamısında müəyyən bir alimdən və ya müəyyən bir pilotdan danışılır. Bəs insanlar haqqında və ya əşyalar haqqında ilk dəfə danışanda biz hansı artikeldən istifadə edirik? Qeyri-müəyyən artikeldən. Baxın, a scholar and a pilot qeyri-müəyyən artikeldən istifadə olunan cümlə üçüncü cümlədir. Yəni ilk cümləmiz 3 olmalıdır. Birinci 3-dən başlayırıq. Üçüncü cümlə sualla bitir. Have you ever studied literature? Və bu sualı kimə verir? The scholar asked. Alim soruşur. Alimin sualına kim cavab verəcək? Pilot. Pilotun cavabı hardadır? 4-cü cümlədə. Deməli, 3-dən sonra gəlməlidir 4-cü cümləmiz. Beləliklə, 3-dən sonra 1 və 6-nın gəldiyi C variantı və D variantı yanlışdır. Pilot no cavabını verəndən sonra dialoq davam edir də. Alim soruşdu, pilot cavab verdi. İndi bu səfər sıra alimdədir. Alim cavabını verməlidir. Və alimin cavabı hardadır? Said the scholar. Alim dedi. 2-ci cümlədədir. Buna görə də 3, 4 və sonra 2 gəlməlidir. Beləliklə, 4-cü cümlədən sonra 1-ci cümlənin gəldiyi cavab variantı olan A və B yanlışdır. Çünki birinci cümlədə skydivingdən, yəni paraşütlə tullamadan bəhs olunur, amma sualımız nə idi? Ədəbiyyat oxumaq idi. Əlaqəsizdir. Bu baxımdan A və B variantları da yanlışdır. 3, 4, 2, 5, 1, 6 şəklində davam edən Y variantı düzgündür. 3, 4, 2, 5, 1, 6. 17-ci test tapşırığında bizdən düzgün əvəzlikləri seçmək tələb olunur. Bildiyiniz kimi somebody, something, everybody, everything, nobody, nothing kimi törəmə əvəzliklər feili üçüncü şəxsin təkində qəbul eləyir. Baxın, all hamı, hər kəs mənasında ifadə edə bilir. Eyni zamanda bütün mənası var. Hamısı bütün kimi mənalara sahibdir. All əvəzliyi, all təyin əvəzliyi. Burada xəbərimiz cəmdədir. Practice, məşq edir. Practice sports in this club. Bu klubda idman məşq edir. Kim? Hər kəs. Biz əgər B variantını qoysaq, we practice sports in this club. Yəni biz bu klubda idman məşq edirik. Bu düzgün ola bilər. Amma baxın, ikinci boşluqdan və üçüncü boşluqdan sonra play feilindən istifadə olunur. Play də bildiyiniz kimi cəm feildir. Tək versiyası necə olmalı idi? Plays olmalı idi.
Amma cəm feillərlə biz törəmə vəzifələr istifadə edə bilmərik. Yəni somebody'dən sonra plays gəlməlidir. Play yox. Amma B variantında ikinci boşluğa somebody əvəzliyini yazıblar. Bu səbəbdən biz B variantını seçə bilmərik. Yəni bizim ilk boşluğa yazacağımız əvəzlik all əvəzliyidir. Mənası da hər kəs mənasında. All practice sports in this club. Hər kəs, hamı bu klubda idman məşq edir. İdmanla məşğul olur. İkinci boşluqda gördüyünüz kimi cəm xəbər istifadə olunub. Amma Y variantında everybody törəmə əvəzliyi var. Everybody əvəzliyi də plays sözü ilə işlənməli idi. Play cəm feili ilə işlənə bilməz. Yəni Y variantı da yanlışdır. Amma A variantı, C variantı və D variantındakı əvəzliklər, yəni A variantındakı they onlar əvəzliyi və C variantındakı, D variantındakı some bəziləri əvəzlikləri cəm feillə işlənə bilər. Bu baxımdan biz bu bəndlərə əsasən variantları silə bilmirik. Amma baxın, A variantını və D variantını nəyə görə silə bilərik? Ən son feilimiz wants, təkdə olan feildir. Üçüncü şəxsin təkindədir. Cəm versiyası nədir? Want. Amma baxın, sonundakı S şəkilçisinə əsasən deyə bilərik ki, bu üçüncü şəxsin təkindədir. A variantındakı son əvəzliyimiz you əvəzliyidir. You əvəzliyi wants yox, want feili ilə işlənməli idi. Və eyni şəkildə D variantının sonunda əvəzlikdən istifadə olunmayıb. Amma bilirik ki, biz hər bir xəbərin bir mübtədası olmalıdır. Bu boşluğu boş saxlaya bilmərik. Bu baxımdan D variantı da yanlışdır. Bir dənə bizdə qalır C variantı. C variantını yerinə qoyub cümlə oxuyaq. All practice sports in this club. Hər kəs bu klubda idmanla məşğul olur. Some play football. Bəziləri futbol oynayır. Others play tennis. Başqaları tenislə məşğul olur. But nobody wants to play rugby as it is too dangerous. Lakin heç kim rugby oynamaq istəmir. Çünki o çox təhlükəlidir. Baxın, buradakı as, because sözünün sinonimidir. Çünki mənasını ifadə edir. Və eyni zamanda əksər cümlələrdə biz some və others cütlüyünü görürük. Bəziləri başqaları mənasını ifadə edir. Others əvəzliyindən sonra isim gəlməz və others və the others əvəzliklərindən sonra, yəni sonu S hərfi ilə bitən həmin bu əvəzliklərdən sonra isim gəlməz və bunlar cəm isimləri əvəz edirlər və xəbərləri də cəm xəbər olmalıdır, cəm feil olmalıdır. 18-ci test tapşırığında feilin düzgün zaman formasını seçmək tələb olunur. The passengers, gördüyünüz kimi bütün variantlarda birinci boşluğa offer, təklif etmə feilinin müxtəlif zaman formaları qoyulub. A full refund, yəni təklif olundu, nə? Tamamilə geri ödəniş. Nəyə görə? Because the flight cancel, ikinci boşluğa da cancel, ləğv etmək sözü qoyulur. Cancel due to the storm. Yəni cümlə mənası necədir? Bütün sərnişinlərin tufan səbəbi ilə, fırtına səbəbi ilə uçuşları ləğv olunduğuna görə onlara bütöv bir geri ödəniş təklif olundu. Yəni biletə verdikləri pul tamamilə onlara geri qaytarılacağı təklif olundu. Və gördüyünüz kimi cümləmiz keçmiş zamanda olmalıdır. Çünki həm A, B, C, D, Y bütün variantlarda ilk boşluğa keçmiş zamanda olan feil qoyulub. Bəs düzgün cavabı necə müəyyənləşdiririk? Keçmiş zamanda əgər iki hadisə baş veribsə, biri digərindən əvvəl baş veribsə, əvvəl baş verən hərəkət keçmiş bitmiş zamanda olmalıdır. Zaman baxımından daha sonra baş verən hərəkət isə keçmiş sadə zamanda olmalıdır. Burada iki hərəkət var. Birincisi sərnişinlərə geri ödənişin təklif olunması, ikinci hadisədə uçuşun ləğv olunması. Aydın məsələdir ki, ilk növbədə uçuş ləğv olunub. Uçuş ləğv olunması səbəbi ilə bundan daha sonra sərnişinlərə geri ödəniş təklif olunub. Yəni ilk baş verən hərəkət bu hissədir. İkinci baş verən hərəkət bu hissə. Bu baxımdan bu cancel feili keçmiş bitmiş zamanda olmalıdır. Digər feil keçmiş sadə zamanda olmalıdır. Həmin cancel feilinin keçmiş bitmiş zamanda yox, keçmiş sadə zamanda yazıldığı C variantı bu baxımdan yanlışdır və indiki bitmiş zamanda yazıldığı D variantı bu baxımdan yanlışdır. Çünki keçmiş sadə zamanla indiki bitmiş zaman uzlaşa bilməz. D variantını da götürə bilmirik. Sadəcə A, B və Y variantları arasında seçim etməliyik. Artıq testin bu hissəsindən sonra biz məhsul növ qaydasına baxmalıyıq. Məhsul növ nədir? Məhsul növ məlum növdəki cümlənin tamamlığı götürülərək və eyni zamanda həmin o məlum növdəki cümlənin xəbərinin zaman formasına müvafiq to be feilindən istifadə olunaraq
və əsas feilində 3-cü forması yazılaraq qurulmuş cümlələrdir. Bəs nə işə yarayır məhsul növdə olan cümlələr? Hərəkətin kim tərəfindən edildiyinin bilinmədiyini göstərir. Məsələn, mən deyə bilərəm ki, I speak English. Mən ingilis dilində danışıram. Baxın, burada bizim tamamlığımız nədir? English sözü. Tamamlığı gətirib əvvələ yazıram. English. Bu hansı zamandadır? İndiki sadə zamanda. İndiki sadə zamanda to be feil necə olur? Am, is, are olur. English təhdədir deyə is yazıram. Am və are yazmıram. To be feilini yazdıqdan sonra əsas feilin 3-cü formasını yazıram. Spoken. English is spoken. Və salam, ingilis dili danışılır. Birinci cümlədə mən bilirəm kim danışır, mən danışıram. Amma ingilis dili danışılır cümləsində kimin danışdığını bilmirəm. İngilis dili mənim tərəfimdən mi danışılır, dostum tərəfindən mi danışılır, dünyada 500 milyon əhali tərəfindən mi danışılır? Bu haqda mənim məlumatım yoxdur məhsul növdə olan bu cümləyə əsasən. Yəni məhsul növ nə işə yarayır? Hərəkətin kim tərəfindən görüldüyünün məhsul olduğunu göstərir. The passengers, müştərilər, sizcə müştərilər tamamilə geri ödənişi təklifmi ediblər, yoxsa müştərilərə təklifmi olunub? Məntiqə əsasən biz düşünürük ki, uçuş ləğv olunubsa, həmin o aviaşirkət müştərilərə, yəni sərnişinlərə geri ödəniş təklif edib. Deməli, təklif edən müştərilər, sərnişinlər deyil, sərnişinlərə təklif olunub. Təklifi edən aviaşirkətdir, oradakı hər hansı bir nümayəndə. Amma baxın, burada adı yazılmayıb, yəni məhsuldur. Bu baxımdan biz birinci boşluğa məhsul növdə olan feil seçməliyik. Əgər offered seçsə, yəni B variantını yazsaq, the passengers offered a full refund. Sərnişinlər bütöv bir geri ödəniş təklif etdilər. Amma geri ödənişi şirkət edən şeydir. Sərnişinlər onsuz da ödənişi edib. Bu baxımdan B variantı yanlışdır. Bizə məhsul növ lazımdır. Məhsul növ lazımdır. Yəni A variantı və ya Y variantı. Hər ikisində were offered düzgün şəkildə qurulmuş məhsul növdür. Bəs ikinci boşluğa biz məhsul növmü seçməliyik, yoxsa məlum növmü seçməliyik? Had been cancelled və had cancelled. Hər ikisi feilin keçmiş, bitmiş zamanındadır. Amma A variantındakı had been cancelled keçmiş, bitmiş zamanın məhsul növüdür. Had cancelled isə məlum növüdür. Cancel ləğv etmək deməkdir. Their flight had cancelled yazsaq, yəni Y variantını seçsək, onların uçuşu ləğv etmişdi. Nəyi ləğv etmişdi? Biz bilmirik. Yəni ləğv etmişdi yazsaq, canceldan sonra bir tamamlıq da olmalıdır da. Və eyni zamanda ləğv etməyi insanlar icra edir. Uçuş cansız bir anlayışdır. Uçuş, təyyarə nəyisə ləğv edə bilməz. Ləğv edən aviaşirkətdən olan insanlardır. Pilotdur, idarə edicidir və s. Yəni burada biz məlum növü seçə bilmirik. Çünki məlum növü seçsək, biz sanki belə düşünürük ki, ləğv etmə işini görən uçuşdur. Amma ləğv etmə işini başqaları görüb. Onların da adı cümlədə yoxdur. Bu baxımdan biz məhsul növdə olan versiyanı seçməliyik. Hərəkətlərin sıralamasına görə bura biz keçmiş, bitmiş zamanı yazmalıyıq və işi görənin kimliyi bəlli olmadığı üçün məhsul növü seçməliyik. Keçmiş, bitmiş zamanın məhsul növü də A variantında öz əksini tapıb had been cancelled, yəni 18-də düzgün cavabımız A variantı. 19-cu test. I miss my school friends. Mən öz məktəb dostlarımdan ötürü darıxıram və bu cümləni məntiqi şəkildə tamamlamaq tələb olunur. C variantına baxın. When we are apart during the holidays. Tətillər zamanı, bayramlar zamanı biz bir-birimizdən uzaq olduğumuz zamanlarda. When bildiyiniz kimi anda, əndə kimi tərcümə olur. Yəni tətil vaxtı biz bir-birimizdən uzaqda olanda, biz ayrı olanda mən dostlarımdan ötürü darıxıram. Yəni bu variantı qoyanda cümlə məntiqi şəkildə tamamlanır. Amma A variantında deyir ki, because we sit at the same desk. Biz eyni partada əyləşirik. Əgər eyni partada əyləşirsinizsə, təbii ki, dostunuz yanınızda əyləşib ondan ötürü darıxmazsınız. Məntiqsizdir. B variantı when I see them at the park. Mən onları parkda görərkən, onsuz da onları parkda görürsünüz. Yəni darıxmırsınız da gedib onlarla söhbətləşə bilərsiniz. Bu da məntiqsizdir. D variantı though I don't know them very well. Baxmayaraq ki, mən onları yaxşı tanımıram. Yaxşı tanımadığınız biri sizin necə məktəb dostunuz ola bilər? İnsan dostunu yaxşı tanıyır və yaxşı tanımadığınız birindən ötürü niyə darıxasınız? Bu da məntiqsizdir. Və Y variantı because they visit me every day. Çünki onlar mənə hər gün baş çəkirlər. Bu da məntiqsizdir. Çünki bir insan sizə hər gün baş çəkirsə, hər gün yanınıza gəlirsə, deməli avtomatik olaraq onu hər gün görürsünüz. Yəni darıxma ehtimalınız 0-a bərabərdir ondan ötürü. Və A, B, D və Y variantlarını seçə bilmirik.
20-ci test tapşırığı cümlə tamamlama tipli test tapşırığıdır. Bildiyiniz kimi complete the sentence tipli testlərdə bizə tamamlıq budaq cümləsini müəyyənləşdirmək tələb olunur. Ask him why. Ondan soruşun ki, nəyə görə? İndi cümlənin davamını yazmalıyıq. Bu tipli testlərdə qayda nədən ibarətdir? Bağlayıcıdan sonra birbaşa mübtəda gəlməlidir. Nəqli cümlənin söz sırasını biz tapmalıyıq. Yəni burada bağlayıcılar adətən why, when, how kimi sual əvəzlikləri olur. Yəni bu sual əvəzlikləri bu cümlələrdə bağlayıcı əvəzlik rolunda çıxış edir. Amma onlardan sonra biz sual cümləsinin söz sırasını yazmırıq. Sual cümləsinin söz sırası necədir? Sual sözü köməkçi feil, mübtəda əsas feil. Yəni birinci köməkçi feil gəlməlidir. Amma complete the sentence tipli testlərdə isə biz why kimi, how kimi, where kimi, when kimi sözlərdən sonra, bağlayıcı əvəzliklərdən sonra birbaşa mübtədanı seçməliyik. Köməkçi feilin əvvələ gəldiyi variantlar yanlışdır. Baxın, A variantında mübtədadan qabağa köməkçi feil keçib. Bu yanlışdır. Cümlə belə olmalıydı. Ask him why they cancelled the meeting yesterday. Did qabağa keçdiyinə görə A variantı yanlışdır. B variantında birbaşa mübtədanı yazıblar, daha sonra cümlənin digər üzvlərini yazıblar. Yəni söz sırası ilə bağlı bir problem yoxdur. Amma B variantının sonunda for söz önüsü var. Bildiyiniz kimi why və for eyni anda işlənməz. Yəni ya təkcə why olmalıdır, ya da why əvəzinə what yazılır və cümlənin sonuna for yazılır. Why ya da what for. For why ola bilməz. Yəni why olan cümlədə for işlənə bilməz. Why sual əvəzliyi və why bağlayıcı əvəzliyi for söz önüsü ilə və digər söz önlərlə işlənmir. D variantında baxın he yazıb, amma don't yazıb. Düzgün versiya necədir? Doesn't. He ilə don't uzlaşmır. Doesn't uzlaşmalıydı. He doesn't want to join the team olmalıydı. Bu baxımdan D variantı da yanlışdır. Və Y variantında none inkar əvəzliyini görürsünüz. Başqa bir inkar da var. Didn't. Bildiyiniz kimi bir sadə cümlədə iki inkarlıq bildirən söz işlənə bilməz. None of the workers finished the job olmalıydı. Didn't sözünə görə bu variant da yanlışdır. Düzgün cavabımız C variantıdır. These ancient traditions, bu qədim adətlər, bu cümlənin mübtədasıdır. Are preserved, qorunub saxlanılır. Bu da xəbər hissəsidir və gördüyünüz kimi are köməkçi feili mübtədadan qabağa keçməyib. Bizə də bu lazım idi. Birinci mübtəda gəlsin, daha sonra köməkçi feil, əsas feil və s. Deməli, 20-ci testdə düzgün cavabımız C variantı. Ask him why these ancient traditions are preserved. Ondan soruşun ki, nəyə görə bu qədim adətlər qorunub saxlanılır.